Ya Allah, salam aleykum, hər vaxtınız xeyir olsun inşallah. Deməli, mənim dəyərli izləyicilərim. Sizə sarayda, bağlarda, yəni belə deyək, hər kəsin tanıdığı qurd dərəsi, 2 ilə 3-cü astronovkanın düz arasında bir dənə 10 sotun içində bir də antiqa baba, bal kimi bir dənə ev çıxartmışam inşallah. 10 sotun içindədir, 4 otaqdır. 10 sotun içində 4 otaq. Hər tərəfli sizə göstərəcəm, hər tərəfli. Bax, bir dənə ətraflı belə bir dənə xırda bir dənə göstərib elə, bax. Bura dəyərli izləyəcək. Bax, bağıdır, bir dənə bağını çək, gəl bura. Bir də inşallah videonu sonacan izləmədə qalın. Yəni sonacan baxın. Bağ ev istəyənlər var deyə zəng eləyirlər. Bax, dəyərli izləyicilər, bir dənə baxın həyətinə. Baxın, bura bağıdır. Gördüyünüz kimi. Deməli, dəyərli izləyicilər, bax, bağı gördünüz. Bax, buradan da ki, bax, burada bir dənə oranı göstər. Tam o gələndə baxarsınız, bax, orada da banka filan yığmaq üçün yeridir. Yəni, çox uzatmıram da videonu, sizin də səbriniz daralasın. Bax, dəyərli izləyicilər, buradan giriş qapısıdır, giriş qapısıdır. Nəzərinizə çatdırım ki, yəni asfaltla da bura gəlmək olur. Bax, sarayda cüdozanlı yanından da bura gəlmək olur. 2-cü astronovkadır. Yəni, yeri çox super və rahatdır da, yəni. Buradan marşrut da işləyir, hər bir şey. Bax, buradan 522 ilə işləyir. Elə bir yerdədir ki, yəni, burada da ki, sakitçilik də huzurdur. Yəni, oturdun burada, quşun səsindən başqa insan səsi eşitmirsən. Dincəlmək üçün əla yerdir. Bax, gəlirik bura. Dəyərli izləyicilər. Bax, keçdik. Bismillah. Bax, evimizin kombi sisteminə kimi var. Və nəzərinizə çatdırım ki, bu evi tikən şəxs, Allah bütün kösənlərə rəhmət etsin, dünyasını dəyişir. Bu evi 2 mərtəbə olaraq nəzərdə tutun. Bax, bir daha baxın, burada divarlar qıxlıqdır. Və çertyojda da inşallah tam ətraflı evə baxın, istəyən 2-ci mərtəbəni də tikə bilər və bütün periqonatkaların üstü kəmərdir. Hər biri var. Bax, bura bir dənə evin girişi. Belə deyək, belə zal kimi hal-hazırda ev sahibi istifadə edir, evin kombi sistemi də var. Bax, başlayaq evin, bax, sanitar qovşağı hissəsindən. Gəl bura, qardaş. Bax, dəyərli izləyicilər, bura 2 mərtəbə nəzərdə tutulub. Yenə də deyirəm, çertyoj sizi 1 mərtəbə olaraq fikrinizi yəni yayındırmasın. Bax, bura sanitar qovşağıdır. Göstər bir dənə zəhmət olmasa. İşıq yandırın. Bax, dəyərli izləyicilər, sanitar qovşağıdır, gəl bura. Yəni, burada bugünkü gündə 10 sotun içərisində, 10 sotun içərisində maraqlı bir dənə qiyməti var, həqiqətən. Qardaş deyir ki, inşallah, gələn adamların özüm razılaşacağım. Keçək bir dənə inşallah digər otaqları göstərməyə. Dəyərli izləyicilər. Bax, burada da bir dənə mətbəxi var. Gəl bura, qardaşım. Gördüyünüz kimi, mətbəx yığılıb. Çox qəşəng səliqəli. Düzdür, evi alan şəxs, evə baxan şəxslər, bu evdə görüləsi işlər var. Bunu mən bilirəm və siz görürsünüz. Gələn insanların qiymətləri razılaşacaq. Bax, qəşəng spalin otaqlar, yataq otaqlar, böyük, geniş, özü üçün tikilmə ev. 10 sot bağ evi, super də yəni. Bu qiymətə sarayda belə bağ evi deyərəm ki, tapa bilməz. Ay maşallah, navoyda da bu. Baxın bir dənə spalin yataq otağına. Yəni, vallahi bu sarayda bu qiymətə bağ evi 10 sotun içərisində. Konseriniz qalacaq, qardaş. Yəni, hər biri qalacaq. Qiymətimiz 108.000 manat. Real alıcı gəlsə, qardaş ki, yerində özün razılaşacaq. İndi göstərək, növbəti var, bir dənə uşaq otağını göstərək. Normalda bu qardaşın, bu evinin uşaq otağı çox bəzi evlərin spalni yataq otağıdır. Yəni, qəşəng genişdir. 108.000 start qiymətimizdir, dəyərli izləyicilər. Evimiz paket kupcadır, Və bir şey də nəzərinizə çatdırım ki, əgər istəyən olarsa, 2 dənə müştəri gəlsə, ev addelini, torpağı addelini sata bilərik. Tək belə heç birinə zəng vurmuyor. Yəni, 2 dənə müştəri gəlsə ki, birini evi satarıq, torpağı da addelini. Torpağın da sənət addelinidir, evin də sənət addelinidir. Çıxarış, tex pasport, paket kupca. Əssalamu aleykum inşallah.